Ayımda gəlib dönmüşük, çıxmışıq, belə problem olmayıb. Təxminən aprel aylarında başladı bizə cərimələr gəlməyə, 100 manat, 3 bal. Ondan sonra şikayət elədik. Gəldilər, xətti dəyişdilər, hər şey yaxşı getdilər. Cərimələri də ödədik. Üstündən heç 6 ay keçməyib, təzdən bir də. Yəni deyim elə intensiv yoldur, bütün günü maşın qaynayır, burada bir nizamlama olmalıdır. Yox, xeyr. Sahada həyətin giriş-çıxışıdır. Bu həyətinə cəmi 2 dənə giriş-çıxışı var. Cərimədən əlavə üstəgəl ballarımız olur ki, yenə ballar da gələcəkdə bizə problem yaradır. Yenə deyirəm, insan həyətinə girəndə, çıxanda niyə bal gəlməlidir ki, onun pravasına, onun sürücülük vəsiqəsinə. Cərimə gələndən sonra biz şikayət ərizəmizi yazdıq, Baş Yol Polisi İdarəsinə yazmışdıq. Xəbər gəldi ki, dönmək olar. Dönmək olar, lap yaxşı. Başladıq dönməyə. Yenə bir həftə olar, 5 gün olar, təzədən yenə başlayıb cərimələr gəlməyə. Kamerada buradan keçən nəqliyyat vasitələrini dərhal cərimə eləyir, həmin o düz xətt olduğu üçün. Bu məhəllənin də bir girişi, bir çıxışı var. Və buradan istifadə edən şəxslər məcburən bu yoldan istifadə edəndə cərimələndir. Həm girəndə, həm çıxanda eyni hal baş verir. Sakinlərin həm özünü, həm də cibini narahat edən problemin nə zaman həll olunacağını öyrənmək üçün elə sakinlərin sualları ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun cavabından belə məlum oldu ki, binanın arxa hissəsinə çəkilən düz xətt əslində baş verən qəza hallarının qarşısının alınması məqsədi ilə atılmış addımdır. Mübahisəli nöqtələrin aradan qaldırılması və qəza hallarının qarşısının alınması məqsədi ilə sözü gedən yol sahəsində giriş-çıxış yerləri məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin sürücüləri Tofiq Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsindən geriyə dönməklə, eyni zamanda İlham Müzəffəroğlu və Əli Vəliyev küçələrində olan giriş-çıxış yerlərindən istifadə etməklə sözü gedən yaşayış ərazisinə daxil ola bilərlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi isə sakinlərə qaydalara əməl etməyi tövsiyə edir.